silahın sahibi və yaxud da silahdan istifadəyə görə hansı cəza nəzərdə tutulur? Nəzərə almaq lazım ki, Cinayət Məcəlləsinin 228-ci maddəsində odlu silahdan istifadə, ov tüfəngindən istifadə cinayət məsuliyyətinə səbəb olur. Bunu saxlama, satma, digər şəxsə vermə. Amma burada nəzərə alınmalı bir məqam var. Ov silahı yivlidir, yoxsa yivsizdir? Yivsiz olsa cinayət məsuliyyəti yaratmır. Bu ancaq inzibati məsuliyyət yaradır. Yivli olsa, yəni avtomat tipli, tapanca tipli, snayper tüfəngləri tipli, yəni burada məsələ lülədən konstruksiyasındadır. Lülənin konstruksiyası hamardırsa, bu yivsizdir. Porşenlərin gücü ilə əgər ateş açırsa, bu belə olmalı yivli olur. Yivli olduqda qanunsuz silah saxlama ilə də məsuliyyətə cəlb etmək mümkündür. Əgər sənədi yoxdursa, həmin silahın sahibinin. Digər bir məqam ondan ibarətdir ki, odlu silahı diqqətsiz saxlama. Odlu silahın sahibi silahını diqqətli saxlamalıdır. Onu hər hansı bir şəxsin ələ keçirməsinə imkan verməməlidir. Belə olan halda həmin şəxsi də 2 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.